Hello, Səlim Uşqa Səlimçiklə gedirik. Yasamalı gəzirik. Bəlkə getdik kebab almağa. O da indi görək kebabı sifariş götürsünlər də. Axşam da bəlkə Allah deyən olsun Qızıl Toyu izləməyə getdim. Hələ dəqiq bilmirəm, bilmiyoruz. Öyləmi Səlim Uşqa Səlimçik, Sultan Səlimim. Səlim müəllim, Sultan Səlim kebab xoşlayır. Kebabımızı da aldıq. Orada təndirçi var. Orada təndirçi də göstərmişəm sizə. Zəfirlərlə çörəyimizi də aldıq. Səfir çörəyi deyirlər, lavaş çörəyi deyirlər. Belə nə lavasdır? Yəni nə yayma, nə fətir. Kimi yaymadır, kimi lavaş, kimi fətir, kimi yuxa. Nə də çörək, ikisinin arasında bir şeydir. Amma əsas o da bərəkət ruzudur. Hər kəsin bərəkət ruzusu bol olsun. Bizimki də o cümlədə. Burada Səlimə qəşəng bir də 2 dənə brend köynək sifariş vermişdim. Daha o adamı çəkmədim, görüşdüm, götürdüm. Səlim Uşqa Səlimçikin yayçın olan brend marka köynəyini. Hello əzizlərim, belə giyindim, belə giyindim. Və gedirəm musiqili dram teatrına Qızıl Toy əsərini izləməyə. Sözün əsl mənasında mən bu əsəri keçən əsrdə baxmışam. Və rəhmətlik kalifə sənətçilərin timsalında, ifasında. Qızıl Toy tamaşasını izlədim, harika Türklər demiş, fövqəladə xəriqətlər yaratdılar. Aktyorların əməyi keçən, istər rejissor, istər dirijor, istər balet, istər bütün iştirakçıların, aktyor və aktrisaların, truppanın əməyinə sağlıq. Tamaşanın izyominkası, tamaşanı süper edən Əkbər Əlizadə Qədir rolunda və Nahidə xanım Arocova Ballı rolunda, Ballı Qədirin əbi dostusu. Bizim Nahidə xanım ta əvvəldən bu teatrda çalışıb, yəni ki, bu nəydi başmadı. Rəhmətli Hacı Baba Bağırovun vaxtından. Yəni mən o vaxtdan Nahidə xanımı tanıram. Nahidə xanımla hardasa tanışdığım da var. Mən Elgizlə izləyəm. Gedəndə konkursant kimi Nahidə xanım da arada gəlirdi. Yəni mən Nahidə xanımı tanıyıram. Ondan əvvəl mənim bir Leyla adlı rəfiqəm vardı. Məclisdə Nahidə xanımla tanışmışdıq. Bəlkə Nahidə xanım məni xatırlayır, bəlkə yox. Amma gözəl sənətkarımızdır. Əkbər Əlizadə. Hansı tamaşada Əkbər varsa, hansı tamaşada Əkbər Əlizadə varsa, bilin yaradır. Bu insan o rolu yaradır, yaşayır.
yaşayır o rolu. Yəni ki, baxırsınız adi bir nələrsə edir. Baxırsınız ki, sanki personajın özündən onu izah edə bilmirəm. Yəni buradan hər kəsə təşəkkürümü bildirirəm. Xüsusilə Əkbər Əlizadəyə, Naidə Arıcova və dəvəti üçün teatrın rəhbərliyinə, Sicəddin müəllimə, Fəridə xanıma da təşəkkürlərimi bildirirəm. Gözəl teatrdır. Mən sözün əsl mənasında bu tamaşanı rəhmətli sənətçilərin ifasında da artıq rəhmətə gedənlər var. Keçən əsrdə izləmişdim. İllər öncə sözün əsl mənasında. Axı mən özüm də antik bir insanam. Keçən əsrdən qalma 25 ili artıq yox, antik 80 olur. Gərək 80 yaşım olam antik. Belə. Teatr maraqlıydı. Gəlin, tamaşanı izləyin. İnanın ləzzət alacaqsınız. Ruhunuz dincələcək. Sen en güzel eseri sen Bense yolda delizersem düşünürdüm sen gelen Gözleri değdi gözüme mest oldum hallandım inanmadım hiç sözüme gördüm sevdalandım gözleri değdi gözüme mest oldum hallandım Hello, Səlimuşka, Səlimciklə gidiyoruz. Vallahi bizdən bilinmir hava necədir. İkimizin də köynəyi Temudan. Mənki xaki yaşlı, onda butulka yaşlı. Petrol yeşili şeylər demiş ki. Türklər. Şöyle. Getdik. O balkondan elə xoşum gəlir. Rişotkalıdır, güllər də quruyur. Rişotka niyə baxıram? Həmişə fikirləşəm şəhərdə ev alsam, harda mənə rişotka qoyarlar. Səlimə görə. Mama ilə gəzmək necədir? Hə, Səlim. Kameraya oynayan oğlum. Səlim uçdu, Səlimci. Ay, utanmışdı balam. Sən fanasan. Hə, qaqaş. Qaquş. Qaqula. Ay, qaqula. Hə, mama qurban. Qaqaş. Sız Crescent Mall'a gəlmək üçün nə boyda yol gəlmişəm. Deyin niyə? Deməli, bu Crescent Mall'a gəlmək üçün qəşəngcə keçirəm sahilin qabağından, eskalatorla və bulvarın kənarı ilə gedirəm. Şükürlər olsun ki, heç bir eskalator işləmir. Pilləkənləri işləmir. Elə ondan sonra eskalator qoymayın da, pilləkən qoyun. Biz də bilək ki, yeraltı keçid elə pilləkənləndir. Nə olacaq ki, inşaatçılar da gitmir. Eskalator deyil, yeraltı keçiddir pilləkənli. Yoxsa çarəm qalmaz, deyərəm hə. Amma bir də var, özdə ki, mən istədim ki, eskalatorun pilləkəni dayananda adi pilləkəndən çətindir qalxıb düşmək. Hələ mənim qırıq ayağımla. Ay şəhər icra hakimiyyəti, onsa sosial mediada taq elə adını, taq eləmək dünya aləmə işinə deyil, heç bax. Yasamalının əli icra hakimiyyətinin təqsir günahından ayaq qırılıb. Bəxtəvərlikdə sizə, Yasamal yenə adama baxır, bir reaksiyası olur. Şəhərin dünya aləm vecinə deyil. Crescent Mall'a gəlmirəm, deyirəm ki, bura təzə açılanda hamı elə bil məndən. Mən hərdən gəlirdimsə uzaqdır, yolu naqolaydı da, uzaq bir yəni naqolaydı. Hə, hamı bura elə bilin ki, gəzməyə gəlir. Və adam çox olurdu burada. Nə qəşəng burada şeylər var, natural daşlarla. Baxın, çox qəşəng, hansı brenddir bilmirəm, amma çox qəşəng natural daşlarlandır. Girmişdik, Oxo-da qoymadı Səlim. Musiqi qoysa baxa danışaram indi. YouTube'da kəsəcəyim musiqini. Kofta gördüm, yazıb 17.99'dan xırda hərflərdən başlayaraq. Baxıram koftaya, deyirəm nə yaxşı. Maksimum belə 17.99'da 18 qoy olsun 25. Baxı görüm 65. 65'e dəyməz.
Səlim də dartdı məni ki, baxmayanı. Öyle de yaxşı böyle. Yo, ləlimə, bu qədər gəl, yan bura gəl. Bitənəcəm bitti. Ayrıca belə kadr çəkdim Instagram, TikTok üçün, Facebook üçün. Bilmədim dəqiq. Yaponlar idi, Çinlilər idi, Koreya idi. O dəqiq bilmədim. Axır o tərəflərdən idim. Ustadayıq. Menyu burada. 2 dənə balaca lavaşda ət dönər zakat vermişik. Yer yoxdur oturmağa. Bizim paketləsin bir yerdə yer tapdıq. Götürdük, gəldik, buraxdıq, burada yer tapdıq. Yoxsa yer yox idi orada. Gəldik, McDonald's tərəfdə oturduq. Dan Brown'un kitabları var. Ən birinci oxuduğum və ən sevdiyim Dan Brown'un Kod Da Vinci. Da Vinci kodudur. Çox gözəl kitabdır. Çox gözəl mahiyyəti böyük olan əsərdir. Hələ ən sevdiyim klassikalardan baxın. Grafinya de Mansaro, Aleksandr Dumas, Koroleva Margot, Aleksandr Dumas, Theodor Dreizer'in bütün əsərləri nə vaxtsa təzədən oxuyacağam. Anna Karenina. Yəni biz bunları hətta Dostoyevskini bizə məktəbdə bunları oxudurdular. Mən məktəb və institut, universitet illərində oxumuşam. Düzdür, təzədən Dostoyevskinin birini götürdüm ki, çünki qatıb qarışdırıram. Vaxt tapıb oxuyub. Deməli, Emil Zola, Tereza Raykin, Fyodor Mikhailович Dostoyevski Krotka və Guy Maupassant Strast. Mən Guy Maupassantı da sevirəm, düzünə qalsa. Bunları oxuyuram. Milый друг mənim çox xoşladığım kitabdır. Göstərdiyim kitabları yox, tam başqa bir kitab götürdüm. 4 dənə hissə idim. 4-cü hissəni tapdım. İndi əlimə keçən birini götürün. Bu birinci hissədir. Жизнь мистический роман. Siz bilirsiniz ki, mən mistikanı xoşlayıram. Concordia Antarova. Dedim, bəs bu, dedik ki, bəs var. Axtardıq, tapdıq. Kanın 3-dən 4 tapdıq. Mən dedim, abi, yanında 1-dən 2 də var. Bunları götürdük. Onları sonra, onsuz da mən onları deyəsəm də Tereza Raykin. Tereza Raykin'i də oxumuşam yanımdan. Səhv gəncliyimdə, erkən gəncliyimdə oxumuşdum. Təkrar üçün götürürdüm. Amma eybi yox, bunu oxumamışam. Bunu götürdük. Əlimə görə tez pişirdilər, sağ olsunlar, dönəri. Amma sanki, bilmirəm, bəlkə tez pişirdiklərinə görə qızdırmadılar. İçi də soyuq idi. Üstü də soyuq idi. Lavaş da sanki belə boyat bir lavaş idi. Həmişə biz oraya bura gələndə alırıq sadə pistadan da. Qəşəng olur dönərləri. Bu dəfə bəyənmədim. Və nə bilim, Bistami elə bir belə atıblar. Dolusu duz. Bistami atmayıblar. Bistami elə bil, nə bilim, neyniyiblər o ətdən. Nə bilim, neydən qatırlar, bilmirəm. Pis yoxdur, Bistami yoxdur. Anlamadım ki. Gəl səninlə biz evlənək, qorxma özüm ödərəm. Toyu da mən özüm edərəm, xonçaları quraram. Hər şeyi özüm edərəm, evdə maşında verərəm. Hamısını özüm ödərəm, səni də mən saxlaram. Əsas odur evlənək, mən də sənə ərə gedim. Pulun var, bir an var. Pulun var. Onda səni alaram. Mən də bir bəy olaram. Onda səni alaram. Mən də bir bəy olaram. Allah Zəhra Hacı bəyova rəhmət etsin. Və ruhu məni bağışlasın ki, bunu bir qədər başqa cür oxudum. Məni spamlayan xoşbəxt, bəxti qara ay qanışlara bir tuş. Bu ətrim Lalikan Fleur de Cristal. Fleur de Cristal dəyərmi almaq ətir. Əlbəttə, hardan almışam əlimdə deyil. Vloglarıma YouTube'da baxa bilərsiniz. Bəlkə orada nə vaxtsa göstərmişəm. Yanılmamsa göstərmişəm qiyməti falan. Lüks ətirlər sırasındadır. Yəni orijinal ətirdir. Almağa dəyər. Amma mənim hələ ətrim çoxdur. Yəni ki, gələcəkdə ala bilərəm, amma ətrim çoxdur. Yəni alın, aldırın seriyasından. Bu barədə ayrıca videom da var.